Kütləvi skorla nə qədər adam götürüb bura. İçəridə də izahatlar alınıb. Bakıda toylardan birində kütləvi zəhərlənmənin baş verdiyi deyilir. Hadisənin aprelin 18-də paytaxtın Xətai rayonu Mehmandar küçəsində yerləşən Venesiya Şadlı sarayında qeydə alındığı iddia olunur. Biz Baku TV-dən gəlmişik. Belə bir iddia yayılıb ki, zəhərlənmə olub burada toyda. Kütləvi zəhərlənmə. Zəhmət olmasa gözləyirik. İşıqları söndürdünüz, ona görə biraz özümüzə şübhələndik, qorxduq ki, nə baş verdi? Belə bir xəbər var ki, kütləvi zəhərlənmə olub toyda, bu restoranda, Venesiya Şadlı sarayında. Zəhərlənmə olmayıbdır. Biz də araşdırma aparırıq. Bütün produktlarımızın hamısının sertifikatı var. İstədiyiniz vaxtı, sabah gələrsiz gündüz vaxtı bütün hər şeyi göstərək. Zəhərlənmə nədən ola bilər? Bilmirik, biz də sabah aydınlaşdıracaq. Biz də özümüz həmin qidaları kim nə yeyib, onları şikayət verəcəyik ki, biz füçot faktura ilə işləyirik və qidaların nəyi ilə işləyirik. Onları şikayət eləyəcəyik ki, görək bizə niyə hansısa müayinəsə veribsə, biz onları şikayətə məhkəməyə verəcəyik. Yəni zəhərlənmə olub da? Görməmişik biz. Yəni sadəcə evdən sonra zəng gəlib ki, nəsə bir-iki nəfərin röyə bulanıb. Yəni buradan gedəndən sonra baş verib o? Bəli, buradan gedəndən sonra baş verir. Bəli, Şadlı sarayından zəhərlənmə faktını təsdiq edirlər, amma bildirirlər ki, zəhərlənmə toyda yox, toy zamanı yox, toydan evə gedəndən sonra baş verib. Toyda zəhərləndiyi deyilən şəxslər kliniki tibbi mərkəzə yerləşdirilib və gecə saat 3-ün yarısıdır və biz hazırda mərkəzin qarşısındayıq və bizim burada olduğumuz müddətdə daha 2 nəfər mərkəzin təcili yardım şöbəsinə yerləşdirildi. Kütləvi skorla nə qədər adam götürüb bura. İçəridə də izahatlar alınıb. Restorandan deyirlər ki, onlar gedib evdə zəhərlənib də. Yox, oradan bura gəlmişik. Yox. Nazad eləmir. Təbibdən verilən məlumata görə aprelin 18-də saat 22:30 radələrində təcili və təxirə salınmaz tibbi yardım mərkəzinə Xətai rayonunda yerləşən iaşə obyektindən çağırış daxil olub və dərhal əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub. 25 nəfər zəhərlənmə şübhəsi ilə kliniki tibbi mərkəzə hospitalizasiya olunub. Hazırda onlara tibbi xidmətlər göstərilir.